Birinci sualda A4-3B ədədi 45-ə bölünür. 45-ə bölünmə əlaməti 5 və 9-a bölünür deməkdir. A4, 3, B. Ədədin 5-ə bölünməyi üçün B 0 və 5 olmalıdır. 9-a bölünmək üçün rəqəmləri cəmi 9-a bölünməlidir. 4 ilə 3-ün cəmi 7, A üstəgəl 7 üstəgəl 0 bərabərdir 9. A bərabərdir 2. B 0 olduqda A oldu 2. B 5 olduqda A üstəgəl 12 bərabərdir 18. A bərabərdir 6 oldu. A və B-lərin mümkün qiymətləri cəmi 2, 5, 6. Cəmi 2, 5, 6 bərabərdir 13. Cavab B variantı. İkinci sualda 124xy ədədi yetmiş 5-ə bölünür. X üstəgəl y cəmini tapın. 75-ə bölünmə əlaməti 3 və 25-ə bölünməlidir. 25-ə bölünməyi üçün x, y 0, 0, 25, 50, 75 ola bilər. Bizdən x və y-in cəmini soruşur. Bir də bizdə 3-ə bölünməlidir ədəd. 1, 2, 4 cəmi elədi 7. 7-nin üzərinə 7 gələndə 14. 7-nin üzərinə 5 gələndə 12. 7-nin üzərinə 12 gələndə 19. Yəni bu 12 ədədi 3-ə bölündüyünə görə yalnız bu 70 yox 50-ni götürürük. Yəni 5, 0. X, y bərabərdir 5, 0. X ilə y-in cəmi 5. Cavab A variantı. Üçüncü sualda A üstəgəl B bərabərdir 288. Əbob AB bərabərdir 36 olur. Şərtlərini ödəyin. Neçə AB natural ədədlər cütü var? AB natural ədədlər cütü var. A bərabərdir 36x, B bərabərdir 36y. 36x üstəgəl 36y bərabərdir 288. X üstəgəl y bərabərdir 288 bölək 36. 8 dəfə düşür 288. Yəni x ilə y-in cəmi 288 eləyirsə, daha doğrusu x ilə y-in cəmi 8 eləyirsə, x, y ədədlər cütü 1, 7, 2, 5, 6 ola bilməz. 3, 5, 7, 1, 5, 3. 36-nı 1-ə vurduqda 36. Yəni bunu hesablamağa ehtiyac yoxdur. 4 dənə olacaq. 4 dənə ədədlər cütü. Cavab D variantı. Dördüncü sual.
720 ədədini 7, 8, 9 nisbətində bölün. 7x, 8x, 9x. 15, 24x bərabərdir 720, x bərabərdir 30. 7x bərabərdir 210, 8x bərabərdir 240, 9x bərabərdir 270. Cavab A variantı. Sual 5. Yağlılığı 3% olan 7 litr südlə yağlılığı 6% olan 3 litr südü qarışdırdıqda alınan südün yağlılıq faizini tapın. 7 vur 3 böl 100 bərabərdir 0,21. Yağ 3 vur 6 böl 100 bərabərdir 0,18 yağ. Toplayırıq maddələri. 0,21 üstəgəl 0,18 elədi 0,39 bölünsün 7 ilə 3-ün, yəni südün cəmi litri 10 litr vurulsun 100 elədi 3,9%.